Necə ki insan qarnı ac olduğu dövrdə necə ruhsuz olur, necə pis olur, acından ölür, acından əsirəm, hamı müşahidə edib, ay acından ölürəm, pis oluram mən, yemək yeməliyəm. Yəni bu qeyri-ixtiyarsızdır, yemək istəyirsən. Eyni şəkildə ruh da qidaya ehtiyacı var, siz mənim dəyərli izləyicilərim. Qidaya ehtiyacı var ruhun da. Ruhu da bəsləməlisiniz. Necə ki insan yemək yemədiyi, nə bilim, 1-2 həftə, 3 həftənə qədər dəqiq bilmirəm elmi əsaslarla ölər yemək yemədən. Ruh da elə ölür. Başa düşürsünüz? Ruh öləndə də nə olur? Artıq insanın Allahla olan bütün rabitəsi pozulur. Heç bir mənəviyyatı olmur. Mənəvi baxımdan tamamilə çökür və qəlbi qıfıllanır.